Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev dövlət tərəfindən həbs edilib. Qarabağ veteranlarının cana yığıldığı problemlərini gündəmə gətirən, hakimiyyətin vedinə almadığı haqlarını müdafiə edən cəsur qazimizi həyasızcasına xuliqanlıq ittihamı ilə tutublar. Vətən uğrunda gözünü də qurban verən vətəndaşı sadəcə öz haqqını tələb etdiyinə görə zindana atmaq bu hakimiyyətin iç üzünü ortaya qoyur. Özlərinin şəxsi maraqlarını qorumaq yolunda cavanlarımızdan istifadə etdikdən sonra artıq bunların heç bir əhəmiyyəti qalmamışdır. Bugün qazilərə bu cür zülm edən bu tağut rejim sabah müharibəyə əskər lazım olanda görəsən millətin pullarını yeyib harınlanmış məmurların övladlarını mı aparacaq? Bəzi xarici qüvvələr və onların yerli tərəfdarları Cənubi Qafqazda yenidən müharibə başlatmağı planlaşdırır. Xalq, xüsusilə kasıb təbəqə, onların maddi maraqlarına qurban getməmək üçün ayıq-sayıq olmalı və bu satqınlara alət olmamalıdır.